Dekabrın 16-sı saat 06 radələrində Bakıda, Qaraçuxur qəsəbəsində 1994-cü il təvəllüdlü Rəşid Abdullayeva yaşadığı evdə dəm qazına zəhərlənib. Onun meyidi yaxınları tərəfindən hamam otağında aşkar edilib, faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır. Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirildi ki, ötən gün saat 00:50 radələrində Qaraçuxur qəsəbəsinə təcili çağırış daxil olub. Çağırış ünvanında təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkimə qədər ölüm faktı qeydə alınıb. Tovuzun Qovlar şəhərində isə bir ailənin 4 üzvü dəm qazına zəhərlənib. Qovlar şəhər sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov həyat yoldaşı, 1997-ci il təvəllüdlü Aygül Həsənova və 2 övladı zəhərlənmə diaqnozu ilə dünən günorta saatlarında təcili xəstəxanaya çatdırılıb. Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Baş vermiş faktla bağlı araşdırma aparılır.